Salam əziz dostlar və dəyərli izləyicilər. Əslində bu sual tipləri bir çox tələbələrin problemi olduğu üçün 14-dən 19-a qədər bütün sualları izah etməyə qərar almışam. İlk öncə bu sual tiplərində ən əsas və ən vacib hissələri sizə göstərmək istəyirəm. Məsələn, 18-ci sualda estimate verir. Estimate verirsə burada ölçü, rəqəm və s. kimi hissələrdən söhbət edəcək. 17-də burada fikir versəz, əsas hasar sözləri insanlar və gəmi ilə bağlıdır. Yəni burada dənizlə, hər hansı bir limanla daşıma məsələsi var. Növbəti hissədə isə ailə üzvləri məsələsi var. Baxırsınız, Kingin ailə üzvlərinə aid olan bir hissədir. 15-ci suallarda fikir versəz, climate faktorlardan söhbət eləyir. Sonra problemlər və burada bir ölkə adıdır, şəhər adıdır, maraldır. 14-cü sualda fikir versəz, burada avtomatik olaraq açar sözü fikir versəz, müəyyən obyektlər və burada naməlum olması, bilinməməsi. İndi biz bunlara baxaraq çox rahat şəkildə bu mətni işləyəcəyik və bir-bir işləyəcəm ki, hamısını tam açıq edin. Deməli, əziz dostlar, birinci başlamaq istəyirəm ən asan və bizə problem yaratmayacaq sual tiplərinə. Məsələn, burada fikir versəz, iqlim faktorlarından söhbət edir və belə bir ad verib. Biz bunu ilk öncə axtarmalıyıq. Məsələn, biz burada bu adı görürük. Amma baxmalıyıq ki, həqiqətən burada iqlim faktorlarından söhbət eləyir, yoxsa eləmir. Bir-bir baxa-baxa gedirik. Biz baxırıq ki, burada daha çox malqaradan söhbət eləyir. Biz keçirik B variantına. Məsələn, bu ad nəsə məşhur bir ad olduğuna görə avtomatik olaraq bizim üçün elə də böyük bir yəni cavabı tapmağa kömək etməyəcək. Səbəb ona görədir ki, avtomatik olaraq biz climate, yəni iqlim faktorlarla bağlı hissələrə baxmalıyıq və bir-bir baxa-baxa gəlirik və baxırıq ki, burada hər hansı bir hissədə görünmür. Əlbəttə ki, gözümüzdən də yayına bilər, amma gəlirik növbətisinə. Burada da bu ad var, görürük. Deməli, burada gəlirik və burada həmçində problemlər söhbəti var. Burada fikir verirəm ki, krizis söhbəti var və quraqlıq söhbəti var və bu avtomatik olaraq nəyə bildirir? Açar söz olaraq avtomatik olaraq bu cavabı, necə deyim, seçməyimizə kömək olacaq və C variantı 15-ci suala gedəcək. Növbəti baxıram ki, məsələn, ən asan sualları hələ ki seçirəm. Məsələn, 18-ci sual. 18-ci sualda da yenə bizə ən çox vacib olan açar sözü götürməliyəm. Ən çox vacib açar sözü götürməliyəm. Burada rəqəm söhbəti var və bu hissə də bizim üçün böyük rol oynayır. Yenə də gəlirəm bu hissəyə və görürəm ki, burada hər hansı bir rəqəm söhbəti yoxdur. Amma B variantında bayaq da oxuyanda 5000 əhali, 30 metr, 100 və s. və axır elə bunlar bizim üçün cavabımızı seçməyimizə kömək ola biləcək faktorlardan biridir. Gəldi indi növbəti suallardan biri olan, baxıram. Məsələn, 17-ci sualda əslində burada gəmi söhbəti var və insanlar söhbəti var və bura baxmalıyam. Deməli, bizim bir B variantımız gedib, bir də C variantımız, yəni C variantımız gedib. İndi baxıram 17-ci suala. Burada insanlar söhbəti və daşınma söhbəti, ən əsas isə dəniz söhbətinə gəlib çıxa bilər. Çünki burada gəmi varsa, bu uzun bir məsafəli bir yerləri bildirir. Və burada C variantından başlayıram və hal-hazırda hələ ki heç bir şey görmürəm. Çünki burada dənizlə bağlı və ya da daşınma ilə bağlı nələrsə görünmür. Növbəti hissədə baxa-baxa gəlirəm və burada gözümə bir dəniz söhbəti dəyir və ən əsas məsələ burada tacirlər, ticarət, daşıma və s. və axır. Deməli, 17-ci sualımızdakı nə oldu cavabı? D variantı oldu. Növbəti isə burada 16-cı sualdır. Burada da yer adıdır. Yer adı ola bilər ki, bayaqçı ad da ola bilər, amma fərqli bir adda gələ bilər. Burada necə deyərlər? Kingin ailəsi, yəni kralın ailəsindən söhbət edə bilər. Mən deməli baxıram 16-cı sual. 16-cı sual üçün birinci deməli A variantına baxıram. Burada mən hər hansı bir hissədə görməmişdim. İndi B də getdi. Gəldim C hissəsinə, yəni C variantına. Burada King hissəsi görürəm. Yer hissəsində verir. Və bir-bir baxıram, burada növbəti bir yer hissəsi var. Və burada baxıram ki, burada relatives, qohumlar məsələsi var. Özə Kingin qohumları, yəni bu da ailə üzvləri nəzərdə tutulur. Və avtomatik olaraq cavabımızın da 16 da nə oldu?
C variantı getdi. 16, 17, 18 və 15 getdi. Qaldı isə 14 və 19. 19'a da baxalım, sonra qalxalım 14'ə. Deməli 19-cu sualda burada kənd təsərrüfatıdır. Mən əslində bayaq A variantını oxuyanda burada belə bir hissəni rast gəlmişdim. Baxırdım ki, burada farmingdən söhbət eləyirdi. Məsələn, fikir versək, burada agriculture-a uyğun hissələr var idi. Elə düşünmədən cavabı A variantı götürə bilərik. Növbəti isə 14-cü sual qaldı. 14-cü sualda isə biraz tapmaq çətindir, çünki burada obyektlər ifadəsi var və ən əsas məsələ uncertainty ifadəsi var. Bu nəyinsə bilinməməsi. Buna sinonim unknown ola bilər, nəyinsə bilinməməsi ola bilər. Deməli bizim gedib C variantımız Azərbaycan dilində desək ki, A, C variantı, D variantı və B variantı gedib. Deməli burada biz aşağı variantlara baxmalıyıq. Məsələn, Y variantından baxa-baxa gəlməliyik. Və burada Y variantında yenə burada diqqətli olmalıyıq. Çünki çox variant qalmayıb. Yoxsa E ilə F qalıb. Biz onlara bir növ baxmalıyıq. Amma ki, biz obyektlər söhbətini müəyyən hissələrlə dəyişə bilər. Onlara da baxmalıyıq. Və başlayaq indi diqqətli baxa-baxa gedək. Deməli, burada another, nə bilim, və s. və axır. Baxa-baxa. Məsələn, burada fiqur sözü görəm. Biraz tez çox işlədiyimə görə əslində bilirəm ki, fiqur sözü çox hallarda obyekt ifadəsinə sinonim ola bilər. Və burada fikir versəz, not noun ifadəsini görürəm. Bu da nə bildirir? Bu da avtomatik olaraq bizə nəyinsə bilməməsini bildirir. Ona görə də cavab nədir? 14-də Y variantıdır. Əslində testləri işləməyə çox asandır. Sadəcə siz düzgün strategiya ilə işləməlisiniz və bunu işləmək üçün də mənim video dərslərimə baxmağınız kifayət edir.